Dostlar salam. Bugün biz növbəti layihələrimizdən birini bitirmək üzrəyik. Yəni burada biz mühəndis sistemlərini bitirmişik və hal-hazırda sistemə su vururuq. Bu Həyat Palas Premium yaşayış kompleksidir və burada biz gördüyümüz işlərlə sizi yaxından tanışdıracağam. Mənzildə istilik sistemi kimi tamamilə yerdən isitmədən istifadə olunub. Qeyd etmək istəyirəm ki, burada mənzildə bütün yer keramik olacaq. Heç bir parket və laminatdan istifadə olunmayacaq. Burada biz Kantermin Bluepert borusundan istifadə eləmişik. Altından isə XPS izolyasiyası vurulub. XPS izolyasiyanın üzərinə xüsusi Kanterm falqası sərilib. Bu falqanın üzərində xətlər var və bu xətlər bizə montajı daha rahat və daha dəqiq etməyə kömək edir. Bura mənzilin qonaq otağıdır və burada biz boruları 15 cm ara məsafəsi ilə montaj eləmişik. Amma mənzildə digər otaqlarda 10 cm ara məsafəsi olan isidilən döşəmə sistemimiz də var. Çünki orada daha çox mebel var və sahəsi daha azdır. Ümumiyyətlə, istilik sistemləri və ən əsas da isidilən döşəmə sistemlərində mütləq otaq termostatları olmalıdır ki, biz fərqli məkanlarda fərqli temperaturları əldə edə bilək. Bizə mətbəxdə xoş olan temperatur yataq otağına bizə xoş olmaya bilər və diskomfort əmələ gələ bilər. Çünki yataq otaqlarında temperatur 16-18 dərəcə olmalıdır. Amma digər otaqlarda bu temperatur 24 və 25 dərəcə ola bilər. Ona görə də biz bütün sistemlərimizdə otaq termostatlarından istifadə edirik. İstər bu radiator olsun, istər isidilən döşəmə sistemi olsun. Radiator sistemlərində büdcəli variant kimi deməli, termostatik ventildən istifadə edirik. Burada isidilən döşəmə sistemi olduğuna görə bütün otaqlarımızda bizim deməli, termostat çıxışlarımız var. Kabellərini atmışıq və yer sensorlarımız var. Çox güman ki, gələcəkdə burada yer sensorlardan istifadə mənasız olsun. Çünki burada döşəmə deməli, istilikdən qorxmur. Yəni burada keramik olacaq və biz onu 35 dərəcəyə qədər qızdıra bilərik, keramikaya heç nə olmayacaq. Yer sensorları adətən laminatın və parketin altına yeridilir ki, biz həmin materialı zədələməmək üçün temperaturu nəzarət edə bilək. Burada sadəcə olaraq biz bu sensorları atmışıq ki, müştəri bunu əlavə funksiya kimi bəlkə də gələcəkdə istifadə eləsin. Yəni, burada bir artıq xərc yoxdur, amma bizim hər zaman döşəmədə gilzamız var. Bura əsas yataq otağının içindəki sanitar qovşaqdır və burada mənzildə tamamilə bütün divarçı elementlər Hansgrohe və Geberitdən istifadə olunub. Burada sizə maraqlı nə göstərə bilərəm? Gigiyenik duşu necə quraşdırmışıq? Burada qabaqcadan belə bir nişə olub və biz deməli instalyasiyanı bura quraşdırmışıq. Boşluq olduğuna görə gigiyenik duşu bu cür maraqlı üsulla çəkmişik. İbraşka bir dənə göstər onu. Ay Allah. O belə şeyləri düzəldəndə adam peşəsindən həzz alır. Eləmi İbraşka? Bu kompleksdə qazanxanalara çox kiçik yer ayrıldığına görə həm də qazanxanada bütün deməli soyutma sisteminin avadanlığı quraşdırılacağına görə orada yer çox məhduddur və biz mənzildə belə bir yerin bizə ayrılmasını xahiş eləmişik və bunu təmin ediblər. Burada bizdə kanalizasiya da keçir. Çünki məndən sol tərəfdə hamam otağı var, amma onun kanalizasiya çıxışı yoxdur. Təxmini 7 metr unitazı stayakdan aralayıblar burada dizayna görə. Və biz bunu belə eləmişik, bu şkafın içində qalacaq. 2 ədəd də reviziyamız var xətlərin üzərində. Ümumiyyətlə, mənzildə 3 dənə yerdən isitmə kollektoru var. Onun ikisi buradadır, biri çamaşırxanadadır. Görə bilərsiniz ki, 2 dənə yerdən isitmə kollektoru və hətta burada biz markirovka da eləmişik və deməli, burada bütün mənzilin isti, soyuq su təchizatı və resirkulyasiya kollektorları da yerləşir. Kollektorun birinin üzərində manometr var. Və bu dəqiqə siz səsi eşidə bilərsiniz. Biz boilerə su doldururuq, onun havası buradan çıxır. Bu isə dostlar bizim qazanxanamızdır. 240 kvadrat yerdən isitmə və 3 hamam. Burada 200 litrlik boilerimiz var və bir konturlu divar tipli qaz qazanımız var.
Hal-hazırda biz sistemi su ilə doldururuq və ona görə də mən nasosu işə salmışam ki, sistemdə su dövriyə eləsin və havanı avtomatik hava çıxaranlardan çıxartsın. Avtomatik hava çıxaranlarımız isə burada çoxdur. Bu biri və ən əsası. Bunun içində xüsusi metal hissəciklər var və su sürətlə onlara toxunanda sudan hava ayrılır və bu hissədən xaric olunur. Həmçinin bizim hidravlik bölücünün üstündə hava çıxaranımız var və borumuz görə bilərsiniz ki, bu şəkildə qalxır tavanın altında. Bu tərəfə biz keçsək, görürük ki, borularımız oradan qalxır və yenidən düşür. O hissədə havanın qalmaması üçün biz yuxarı hissədə avtomatik hava çıxaranlar da qoymuşuq. Sistemə su vurmaq üçün burada ventilimiz var və Vismanın burada manometri var. Sadəcə ventili açırıq və manometrimiz suyun təzyiqini göstərir. Ümumiyyətlə, burada Vismandan çox istifadə eləmişik. Görə bilərsiniz ki, genləşmə çənimiz Vismandandır. Vismanın genləşmə çəninin altında özünün ventili var və boilerin təmir zamanı suyunu boşaltmaq üçün drenaj ventili var. Və burada bizim əlavə genləşmə çənimiz var. Çünki qazanın içindəki genləşmə çəni bizə kifayət eləmir, suyun həcmi çoxdur. Əslində bu təhlükəsizlik qrupu bizə lazım deyildi. Sadəcə konsolun üzərində var deyə biz onu elə quraşdırmışıq. Konsol da bizə bu genləşmə çənini daha gözəl, estetik və daha praktik asmağa kömək eləyir. Vismanın artıq özünün konsolu var. Belə bir metal elementlə bağlanır. Burada Vismandan bizim resirkulyasiya nasosumuz da var. Bu da çox kiçikdir. Səhv etmirəmsə, cəmi 4 watt elektrik enerjisi istifadə eləyir. Sonra bu maqnitli filtrdir. Bunun içində həm metal tor var, həm maqnitli filtr var. Yəni maqnit budur, gördüyünüz. Bunların da üzərinə sonda deməli bu cür izolyasiya bağlanır ki, istilik itkiləri minimum olsun. Çünki burada gördüyünüz kimi pəncərə yoxdur və qışda soyuq olacaq. Bu filtrin içində əlavə olaraq metal tor da var. Yəni iş prosesində olur ki, tangi tipi, teflon ip qalır və gəlir, düşür, ilişir. Maqnit onu saxlaya bilmir, çünki o polimerdir. Ona görə də orada belə bir metal filtr də var əlavə olaraq. Sonra yer məhdud olduğuna görə burada heç bir bypass qoymamışıq. Ola bilər ki, bizi qınayasınız, amma özünüz görürsünüz ki, burada yer yoxdur. Bax, çəkim sizə. Bu hissədə bizim bu cür böyük kondisionerimiz də yanacaq. Hələ burada əlavə olaraq su yumuşaldıcı da olmalıdır. Ona görə də biz bura deməli bypass yığa bilməmişik, amma həmişə kimi təzyiq reduktoru, baxmayaraq ki, burada ən brend mallardan istifadə eləmişik. Burada yenə də Jase'nin təzyiq reduktorudur. Çox rahat bir şeydir. Bax, belə tənzimləmə baş verir. Qalan reduktorlarda 6 bucaq açar lazımdır çox vaxtda. Və Siako'nun 32-nin 8-ə dövriyyə nasosumuz var. Burada ən bahalı boru, bax o borudur. Təxmini 18 manat qiyməti var metrəsinin və bu 32-lik metalla polimer TM borusudur. Bütün ventillər, bütün latun hissələr hamısı GM brendinə aiddir. Yəni, burada maksimum keyfiyyəti üstün tutmağa çalışmışıq. Maraqlı şeylərdən sizə boilerin soyuq su giriş qrupunu göstərə bilərəm. Bu da Visman'ın üstündə ventil də var, təhlükəsizlik klapanı da var, əks klapanı da var və Visman'ın boileri bu şəkildə birləşdirilir. Bu dəstin içindədir boilerlə. Burada serpantindən havanı buraxa bilərsiniz. Orada da serpantin üçün drenaj xətti var. Serpantini boşalda bilərsiniz. Əlavə olaraq bütün bağlantıları bu şəkildədir Visman'ın. Bu bizim çamaşırxananın içində olan kollektorumuzdur və bu deməli mətbəxlə zalın kollektorudur. Bunun üzərində də görə bilərsiniz ki, markirovkanı eləmişik və hal-hazırda ratometrlərimizə baxa bilərsiniz. Bilmirəm, mikrofon səsi ötürür yoxsa yox, amma havanı eşidə bilirsiniz, sistemdə düşünürəm. Bu qədər dostlar, ümid edirəm ki, xoşunuza gəldi. Rəylərinizi yazın, tənqidlərinizi gözləyirəm, təriflərinizi də təbii ki. Özünüzə yaxşı baxın, yoxdur qoy qalıb.